Hər kəsə salam, kanalıma hamınız xoş gəldiniz. Siz istədiniz, mən də çəkirəm. Bu gördüyünüz makiyaj masamı birlikdə düzənləyəcəyik. Uzun bir vaxt onsa təmizləmək istirdim. Sonra yorumları gördüm ki, məndən belə bir video istəyirsiniz. Dedim, niyə də olmasın? Bu arada gecədir, saat 9-dur. Adeli yatıstırmışam və gəldim buraları təmizləməyə. İlk işim isə buradakı makiyaj məhsullarını çıxardacağam yuxarı. Əvvəlcə içini yaxşıca siləcəm. Sonra tək-tək bütün məhsulları həm siləcəm, həm də qısa məlumat verəcəm haqqında sizə. Bəlkə kimsə ala biləcəyi məhsullar o haqda məlumatı olsun. Deməli, Adeli yatızdırdım. Əslində bu işi səhər görəcəkdim. Sonra dedim ki, onsuz vaxtım var. Səbu gələnə qədər 3 saat vaxtım var. Ona görə dedim ki, Adeli öz otağında qoyum və burada normalda Adel bizim otağımızda yatır. Onu öz otağına qoydum və gəldim buranı yığışdırmağa. Sağ olsun qızım, nə qədər səs eləsəm də oyanmadı və mən də işlərimi rahat görə bildim. Həm də sizin üçün video çəkə bildim. Siz də mənim bu əziyyətimi yerdə qoymayın, kanala abunə olmağı unutmayın. İndi isə gəlin başlayaq. Bütün məhsulları gördüyünüz kimi bura yığdım. İndi yaxşıca bunun içini siləcəm. Mən adətən slip istifadə edirəm. Slipinin yaşıl növünü daha çox sevirəm, amma bu növünü bu dəfə aldım və bunu da bəyəndim, pis deyil. Burada gördüyünüz ləkə isə getmir. Ona görə də ona fikir verməyin. Qalan bütün ləkələr isə slip ilə çıxır. Ona görə də çox bəyənirəm. Buranı da yaxşıca təmizləyəm. Slipini bu arada bazar storlardan 5 manata ala bilərsiniz endirimdə. İçində də çoxdur deyə uzun bir müddət gedir. Bu gördüyünüz orqanayzerləri isə mən Temudan əldə etmişdim. 9 ədədini səhv eləmirəmsə 15 manata almışdım. Gərək yenə artırım, çünki buradakı məhsullarıma bəs eləmirlər. Və başlayıram əvvəlcə orqanayzerləri yaxşıca silməyə. Çünki istər-istəməz onların da içləri batır. Və bir dənə böyük orqanayzerdir. 2 dənə belə, 3 dənə bu əlimdə gördüyünüzdəndir. 5 dənə isə balaca formasında. Hamısını onsuz da bura düzlükdə görəcəksiniz. Hələlik bura ikisini qoyuram, sonra diğərini də qoyacağam. Və bütün məhsulları yatağın üstünə boşaldıram. Və balaca dediyim qablar isə bunlardır. Bunların da içini yaxşıca təmizləyirəm. Bu arada qızlar, çayınızı, kofenizi alın, gəlin, oturun, rahat məni izləyin və yaxud da işiniz varsa məni bir kənara qoyun və işinizi görün mənimlə birlikdə. Bu mini qablardan isə dediyim kimi 5 ədəddir. Bu arada videonun üstünə səs yazmaq məcburiyyətindəyəm. Çünki həm taqqıltı edib, həm də danışsam Adel oyanacaq. Ona görə də mən gərək üstündən səs yazam. Hər şeyi boşaldıram, təmiz və sıfırdan, yəni sizinlə birlikdə hər şeyi təmizləyirəm. Çünki mənim də buna ehtiyacım vardı. Məncə makiyaj təmizləmə sadəcə oranı təmizləmək deyil, makiyaj məhsullarını təmizləmək, həm də kafamızın içini də təmizləməkdir. Birinci başlayıram Şiklamın bu paleti ilə. Qiyməti 35 manat idi, səhv etmirəmsə. İçərisində olan rənglər tam mənlikdir. Mən adətən bunu ziyafət makiyajlarında istifadə edirəm. Həm mat, həm ışıltılı rəngləri var. Məncə almağa dəyər, pigmentasiyası güclüdür. Keçirəm İkonik markası. Mən bunu 80 manata almışdım. İzləyicilər dedilər ki, çox bahadır. Bəli, hər kəsin öz seçimidir. Amma bunu da çox bəyəndim. Həm qablaşdırılmasını çox bəyəndim, həm də ki, içindəki rənglər mənim gündəlik istifadə edə biləcəyim makiyajda işimə yarayır. Mən bunu həm ziyafətdə, həm də gündəlik istifadə edirəm bu rəngləri və çoxdan da bunun içi tozlanıb. Bu arada tozlanan məhsuldur, amma ki, qalıcılığı və pigmentasiyası çox güclüdür. Ona görə də çox bəyənirəm. İçini də təmizləyirəm və bunu da almağa dəyər məncə. Keçirəm bir digər göz paletimi isə, bu isə mini boydur. Mən bunu Türkiyədə olanda almışdım. Biolis markasıdır, gratisdə satılırdı. Dörtlü belə rəngdir. Gündəlik də istifadə elədiyim 2 rəng var burada. Digərlərini ziyafətdə istifadə edirəm. Amma çantaya atmaq üçün ideal olduğu üçün belə almışdım. Həm də bilmirəm, bilirsiniz, yoxsa yox. Biolis markası uyğun qiymətli bir markadır. Ona görə də başqa rənglərini də istəsəniz Trendyoldan zakaz eləyə bilərsiniz. Mən bəyənirəm, almağa dəyər. Həm pigmentasiyası qəşəngdir, həm də qiyməti. Sonra isə keçirəm nota. Bunu keçən dəfə Instagramda bir makiyaj elədim. Orada notun bu göz kölgəsini vurmuşdum və hər kəs çox bəyənmişdi. Trendyoldan əldə edə bilərsiniz. Not ümumiyyətlə uyğun qiymətli bir markadır və çox gözəl də məhsulları var. Mən hətta notun qapatıcısını da alıb sınamaq istəyirəm. Tananisini istifadə etmişəm, bəyənmişəm. Bunu isə məncə almağa dəyər. İçini də təmizlədim, rəngi də çox gözəldir. Artıq o qədər istifadə etmişəm ki, nömrəsi gedib, amma siz orada Trendyolda rənglərinə baxaraq da sifariş edə bilərsiniz. Çünki sadəcə bu rəng yox, bir çox rəngləri də mövcuddur. İndi isə keçirəm Bahar Store'dan aldığım bu göz tintinə. Bu da krem formasındadır, qəşəngdir. Sadəcə bir ton tünd almışam gözümə. Amma almaq olar. Həm uyğun qiymətlidir, həm də pigmentasiyası qalıcıdır. Sonra Arzumdan Adem markasının belə bir ışıltılı göz farını almışam. Heç istifadə edəməmişəm, tərtəmizdir. Onu da bura qoyuram. 2 manata düşmüşdü indirimdə.
Gəlirəm bronzerlara. Bronzerda ən sevdiyim marka NYX'in bu üçlü paletidir, danışa bilmədim. Həm sərf eləyir, həm də ki, qiymət də səhv eləmirəmsə 35 manat idi. Uzun bir müddət gedir. 1 ildən çox da almışam. Sadəcə highlighter hissəsini sadəcə qırılıb, heç istifadə edə bilməmişəm. Onun haqqında məlumatım yoxdur. Amma belə paletin özünü çox bəyənirəm. Ala biləcəyiniz yaxşı bir məhsuldur. Sonra isə bronzerdan davam edərkən sizə göstərim yenə Beulis markasının uyğun qiymətdə. Mən adətən bu Beulisi universitet vaxtımda, tələbəlik illərimdə istifadə etdiyim üçün uyğun qiymətlilərdən daha çox alırdım. Üçlüdür, highlighter, ənlik və bronzer qəşəngdə ala bilərsiniz. Bu isə Temudan aldığım rəsmi saytdan Mislin markasının bronzerdur. Rəngi çox gözəldir, isti tonlardadır, pigmentasiyası çox güclüdür. Ona görə də ehtiyatla istifadə etmək lazımdır. Ala bilərsiniz, qiyməti 6 manat idi. Sonra Olivia'dan aldığım Blur Design'ın bu bronzeru. Palçıq kimidir, o qədər də çox bəyənmədim. Sadəcə bitirmək istəyirəm. Atmağa da əlim gəlmir. Uyğun qiymətlidir, baxa bilərsiniz, amma pigmentasiyası güclü deyil. Zəif bir şey axtarırsınızsa ala bilərsiniz, bronzer sevmirsinizsə. Amma mənim gözümün nuru, ən sevdiyim bronzer isə Escalade markasının bu bronzerudur. Üstündə o qədər kirlənib ki, demək olar ki, gündəlik, bütün makiyajlarda, ziyafət, gündəlik bunu istifadə edirəm. Sadəcə bunu baxacam, görüm, bir tərəfi sadəcə bronzer olan hissəsi varmı? Çünki bunun bir tərəfi baxın, belə bronzerdur və çox az qalıb bitir. Qəşəng yayılır. Escalade ümumiyyətlə qəşəng markadır. Escalade'ı Şiqlamla qarışdırır bəzi insanlar. İkisi də fərqlidir. Escalade markası Arda Pektaşın Türk vizajistin markasıdır və bütün məhsullar demək olar ki, başarılıdır. İndi məndə başqa məhsullarını da görəcəksiniz. Və dediyim kimi, bu digər tərəfində isə açıq rəng concealer var, amma mən buranı heç istifadə etmirəm. Ona görə də bu mənə lazım deyil, amma bronzerini çox bəyənirəm. Escalade da, Şiqlam da, ikisi də uyğun qiymətli və çox gözəl markalardır. İkisinin də məndə məhsullarını görəcəksiniz. Uyğun qiymətli bir digər məhsul isə pasteldir. İçərisində 4 rəngi var. İsti və soyuq tonlardaydı. Çox bəyənirdim. Uyğun qiymətlidir. Bilmirəm hələ satışı var yoxsa yox. Trendyoldan baxa bilərsiniz. Pigmentasiyası olduqca güclüdür. Çox bəyənirəm. 6-7 il əvvəl almışdım, amma əlim gəlmir atmağa. Onu da bura qoyacağam. Ondan sonra isə keçirik Şiqlamın, bayaq dediyim kimi Şiqlamın bu ənliyinə. Qiyməti 23 ya da 25 manat aralığındaydı. Çox bəyənirəm. Fərqli 3 rəngi var. Mən isə belə tonlarda almaq istədim. Çünki bu tonlarda ənliyim yox idi. Çox bəyənirəm. Dekorativ kosmetika olaraq da çox şirindir. Sonra Baha Store'dan almışam Nam markasının bu ənliyini. Bu ənliyi bəyəndim. Amma necə bəyəndim? Tanalin istifadə edəcəksinizsə bu ənliyi istifadə eləməyin. Çünki tanalini sürüşdürür. Amma əgər tanalin istifadə etmirsinizsə və belə gözəl, görünə gözəldir, həmçinin işıltı var, həm də rəngini verir. Tanalisiz gündəlik belə yanaqlarınızı qızartmaq üçün istifadə edə biləcəyiniz qəşəng markadır, qiymətdə uyğundur. Sonra məndə ikili belə set var Benefit'i. Mən bunu 4-lü idi hətta bu set. İkisini bitirmişəm, ikisi qalır. Belə bir ənlik idi. Bunu daha çox işləyərkən istifadə etdim. Çünki hər gün çantamda olurdu. Digəri isə mənə çox hitap etməsə də şaftalı və zərli tonlarda da, amma setin içində olduğu üçün bunu da istifadə etməliyəm. Bunu da yerinə qoyuram. Ondan sonra isə gəlirik Physical Physician formula. İndi artıq nə deyirsinizsə bunun adına bu paletə. Burada həm bronzeru, həm highlighter, həm ənliyi vardı. Bronzer və highlighter gördüyünüz kimi bitib. Çünki çox bəyəndim. Ala bilərsiniz. 30 manat, endirimdə isə 20 manata düşür tək-tək. Yəni bronzeru, highlighteri ayrı-ayrı 20 neçəyə ala bilərsiniz. Bu isə 28 keçiddən aldığım çakma bir highlighterdır. Amma pigmentasiyası gözəl, bərəkətli və çox bəyəndiyim bir məhsuldur. Bunu da mən universitet illərimdə almışdım və əlim gəlmir atmağa. Bəzən ziyafətdə istifadə edirəm. Ona görə də bunu da buraya yerləşdirəcəm. Sadəcə qabım yoxdur highlighter üçün. Onları ayrıca yerə qoyacağam. Pastelin uyğun qiymətli əgər bir highlighter axtarırsınızsa pastel alın deyərdim. Çünki içərisində zər, sim yoxdur və özünün ışıltısı var. Onsa qapağını açan kimi parlaqlığı görə bilirsiniz. Gəlin sizə swatchlayım da bunu. Çox gözəldir. Makiyajda çox gözəl qalır, çox təbii qalır. Ala bilərsiniz. Qiyməti 8 manat idi. Trendyolda satışı var. İndi isə keçirəm bu günəş kreminə. Günəş kremini isə enafdır. Əgər yağlı dəriniz varsa almayın. Yəni çox yağlıdırsa, çünki dəhşət dərəcədə nəmləndirir. Burada da baxırdım görüm bunun vaxtı keçib yoxsa yox. Çünki 1 il əvvəl almışdım və gördüm ki 2027-yə qədər vaxtı var. Flormarın bu bazası mütləq alın. Işıltılı və qəşəngdir. Qiyməti 8 manatdır.
Maybelline-in bu bazasını isə mən bəyənə bilmədim. Niyə bu qədər tərif alır bilmirəm. Az qalıb içində, bir də almaram. Misha'nın gündəlik əlimin getdiyi, istifadə elədiyim məndəki nömrəsi 27-dir. Qiyməti 14 manata düşür endirimdə. Çox bəyənirəm. L'Oreal True Match, onsuz da bunu alın, aldırın. Çox gözəldir. Örtücülük yüksəkdir. Wet n Wild örtücülüyü ortadır, amma çox gözəl məhsuldur. Üzdə şüşə kimi qalır. Çox qəşəngdir. Eveline Bahar Store'dan almışdım. 8-9 manat civarında olmalıdır qiyməti. Bir də almaram, amma pis məhsul deyil. Estee Lauder'ın bu tonal kremi artıq bitir, gördüyünüz kimi alın mütləq. Bu da bayaq göstərdiyim True Match'in sonrası çıxan seriyasıdır. L'Oreal'ın, o da çox qəşəngdir. Divage isə Olivia'daydı. Almaram bir də, çünki qaldıqca makyaj tündləşir daha doğrusu. Bir də məndən soruşmuşdular ki, Temu'dan aldığım bu dodaq karandaşlarını istifadə edirəmmi? Bəli, istifadə edirəm. Sadəcə rənglərini düzgün seçmədiyim üçün sadəcə ziyafətə uyğundur. Gündəlik istifadə etdiyim karandaşları isə gəlin göstərim. Pastel 214 nömrəsi. Bunun üstünün rəngi, ruhu, hər şeyə gedib. Golden Rose 518 təzə almışam. Buna anamdan götürmüşəm. Lux Visage 53 nömrəsi və Miss Taste 764 rəngi. Gündəlik istifadə etdiyim karandaş nömrələri isə bunlardır. Saççının istəyi ilə Kiko'nun bu rəngini almışdım. Mənə görə deyil, ən iyi olaraq istifadə edirəm. Stellari'nin açıq rəngdə sadəcə kombolarda istifadə etdiyim pamadasıdır. Ala bilərsiniz. Sonra bunu çox bəyənirəm. Çox qəşəng bir glossdur. Bu Blur Design'ın idi. Blur Design'ın glossudur. Rəngini görsün necə gözəldir. Şüşə kimi qalır. Nömrəsi 4-dür. Mütləq alın. Qiyməti uyğundur. Yenə bitən kimi də yenə alacağam. NYX'in məşhur rəngi Stockholm boyası, dodaq boyası. Çox bəyənirəm. Qiyməti 35 manatdır. Bitəndə başqa rəngində alacağam. Rəngini çox bəyənirəm. Türkiyədən almışam MAC-in dodaq boyasını 2 dənə. Biri budur, bitirmişəm artıq, dibini sıyırıram, çox sevirəm. Rəngini burada göstərirəm, bilmirəm görünür yoxsa yox. Görünmürsə yazarsınız, yorumlarda yazaram. Çox bəyənirəm, qalıcıdır, pambıq kimi eləyir dodağı, həm də nəmləndirir. Digər rəngi isə qırmızı seçmişdim. Çünki ziyafətlərdə çox vaxt qırmızı rəng istifadə eləyirəm. Nömrəsi isə Rubin Wu adı idi. Belə Türkiyədə Trendyolda əvvəllər qiymət daha uyğun idi. Keçək maskaralara, teleskopik. Hələ ki təzə istifadə edirəm, bilmirəm bəyəndim yoxsa yox. Lux Visage çox bəyənirəm. 2 rəngində almışam, ikisi də gözəldir. Və son olaraq isə Eveline qəhvəyi tuju, bu da qəşəngdir. Ala bilərsiniz, uyğun qiymətlidir. Həm Lux Visage, həm Eveline uyğun qiymətlidir. Keçək konsilerlara. Burada ikisini görsəniz də çoxlu bitirmişəm L'Oreal'ın bu qapatıcısını. Çox bəyənirəm. 25 manatda, amma endirimdə 18 manata ala bilərsiniz. Fit Mi 10 manatdır. Tart isə 80 manatdır. Bunlar da bəyəndiyimdir. Konsilerdə ümumiyyətlə bəyənmədiyim bir məhsul yoxdur. Hamısını bəyənirəm. Keçirəm qaşlara. NYX-in bu qaş sabitləyici 35 manata almışdım. Bir də almaram. Temu'dan bu qaş sabitləyici almışdım. Bir də almaram. 2 manat idi. Demək olar ki, heç bir şey yaramır. Lux Visage-ın baxın, qırmızı başlıqlı olan növünü alın. Əgər çox sıx və dəhşət qalın qaşlarınız yoxsa sabitləyici. Qalıcı ağ göz qələmi istəyirsinizsə Like It markasını Trendyoldan ala bilərsiniz. Qiyməti uyğundur və qalıcıdır. Sonra bunlar isə qaşda istifadə elədiyim qəhvəyi qələmlərdir. Hər hansı fərq etmir və bunu da çox sevirəm. L'Oreal'ın bu rəngi tam mənim qaşımın rəngindədir və siz bundan qaş çizə bilirsiniz olmayan yerlərə. O digər tərəfində isə darağı var. Ona görə də çox təbii görüntü alınır. Bitəndə yenə alacağam. Çox məşhurlaşdı Alex Evey'nin makyaj sabitləyici spreyi. Çox bəyənirəm. Deyilənə qədər var. Və Temu'dan aldığım bu üz paleti. Burada hər rəng var, gördüyünüz kimi. Bu bir marka deyil. Sadəcə mən bunu heç gündəlik istifadə eləmirəm. Belə məsələn çəkib bunları sonra həmən yuyuram, amma baxın pigmentasiyasına görün necə gözəldir. Yəni evdə olanda hər hansı bir makyaj eləyəcəmsə bundan istifadə edirəm, çünki üzümdə saxlamıram, çünki marka deyil. Ona görə də tez sonra gedib üzümü yuyuram. Amma qalıcılığı falan möhtəşəmdir. Qiyməti 6 manat idi. Ondan sonra isə Morphosun qaş geli, daha doğrusu saç vaksıdır, qaş geli olaraq istifadə edirəm. %80 bəyənirəm. Başqasının almağı planlayıram, yoxlayacağam. Hələ ki ürəyimcə bir qaş geli tapa bilməmişəm. Bunlar bəyəndiklərim 80%, 90% bəyəndim, %100 birini axtarıram. Sonra mənə hədiyyə alınan bu Arzumda satış var, səhv eləmirəmsə, bu gördüyünüz günəş kremidir. Çox fərqli qablaşdırılması var. Çox şıqdır. Çox bəyənirəm. Amma bir də alaramı? Almaram. Çünki günəş kremini daha çox krem formada xoşlayıram ki, bütün üzə yayıldığını hiss eləyim. Ona görə də bu da belə gündəlik istifadə etdiyim günəş kremidir. Sonra baxıram, görüm burada başqa nə qaldı. Bu qutunun içində isə adətən gedirəm salonda makyaj eləyəndə bunun içinə yığıram və salona keçirəm. Burada da indi baxaq görək nə var.
Şiqlan markasının highlighteri bəyənirəm, qəşəngdir, gündəlik istifadə edə bilərsiniz. Bronzeru ənliyi də qəşəngdir, onları da ala bilərsiniz. Rəngi tea cake'dir məndəki və sizə biraz sfotlamaq istədim. O qədər aldım ki, heyfim gəldi. Sonra geri qoymaq cəhdlərimdən də başarılı oldu. İndi rəngini sizə göstərəcəm. Görün necə gözəl parlayır. Adətən ziyafətdə, gündəlikdə də bəzən istifadə edirəm. Çox az vurmalısınız. Pigmentasiyası çünki çox güclüdür. Bunu bilmirəm nə adla almışam. Bu lip topdur, yəni dodaq zəri. Bu rəngi niyə almışam? Yəni mən özümü sorğulayıram. Bunu da gözdə istifadə edirəm. Çünki başqa cür bunun pastelini də bu arada ala bilərsiniz. Pigmentasiyası güclüdür. Kiko'nun belə bir məndə glossu var. Prosto nömrəsi silinib. Bilmirəm nömrəsi neçədir. Artıq bitirirəm. Yenisini alacağam Kiko'dan dodaq boyaları. Və uyğun qiymətli dodaq boyaları axtarırsınızsa, tələbəsinizsə, qalıcılıq və uzun ömürlü istəyirsə, pastel dodaq boyalarına baxın. Çox gözəldir. Bunun göz pigmentası çoxdur. Bir damla belə çoxdur da. Yəni çox az vurmalısınız ki, rəngini o saat verəcək. 10 manatlı qiyməti bitdikcə yenə aldığım bir məhsuldur. Eveline-ın bayaq göstərdim qəhvəyi. Bu isə qara tujudur. 8 manat civarındadır. İkisi də ala bilərsiniz. Qəşəngdir. Burada bir dənə qara göz qələm var. Bir də fırça var. Vəsə, bu qədər. Bu qutunun içində demək olar ki, bitdi. Keçəcəm. İndi baxım görüm. Esclam markasının bayaq göstərdim. Bu da transparandır. Yəni bu markanın bütün məhsulları gözəl olar da. Yəni trend yoldan əldə edə bilərsiniz. Çox qəşəng sabitləyir. Bitdikcə yenə alaram. Burada isə fırçalarımın içində görürəm ki, makyaj məhsulları var. Məsələn, bu highlighter adı zad yoxdur. Keçiddən almışdım, amma çox gözəldir. Qapağı qırılıb. Adordan aldığım bir transparan çox qəşəngdir, bəyənirəm. Və uyğun qiymətli bir ənlik axtarsa Golden Rose-a baxın. Ümumiyyətlə uyğun qiymətli bir ənlik almaqsa Golden Rose alın. Highlighter istəyirsə bayaq göstərdim, pastel alın. Çox bəyənəcəksiniz, bilirəm, əminəm. Vəsə, demək olar ki, burada makyaj məhsulları bitdi. Bəs desəniz ki, Sənubər liner olaraq nə istifadə edirsən? Inglot markasını. Bu ikili dəstə 55 manat almışdım. 4 il əvvəl, 4-5 il əvvəl hətta və indi bitir. Yəni çox bərəkətli məhsuldur. Ala bilərsiniz. Suya dayanıqlıdır. Birazdan görəcəksiniz, əlimdən belə çıxmır da, yəni. Bu isə Vyco'nun mənə hədiyyə olunan 04 rəngli ənliyidir. Mən getmişdim model çəkilişinə. Bundan mənim üzümə istifadə edədilər. Qalıcılığı səhər model olaraq çəkiliş oldu. Axşama qədər, yəni axşam dediyim 1-2 idi, hələ də getməmişdi. Bu isə qutudur. Çox sevirəm. Atmağa da əlim gəlmir. Ona görə də bunu ora qoyacağam. Bunun içində isə adətən düymələr, iynə saplar, bilmirəm hara qoyum. Onları da elə buraya yerləşdirirəm. Ondan sonra burada isə saçıma məsələn istifadə elədiyim serumları bu pipetlə istifadə edirəm. O da əlimin altında olsun deyə bura qoyuram. Sonra dırnaqlarım adətən qalıcı ojedən sonra istifadə edirəm. Eveline özünə gəlsin deyə bəyənirəm. Aptekdən ala bilərsiniz. Burada isə bu qabın içində vır-zıvırlar var. İndi göstərəcəm. Bunlar isə mənim kipriklərimdir. Son vaxtlarda o qədər toya getdik ki, artıq azalıblar. Yenilərini sifariş eləməliyəm və yaxud gəlib almalıyam. Bunları da bura qoyuram. Baxın, ıvır-zıvır dediyim burada sap var. Sonra makyajı sabitləyəndə istifadə edirəm. Kipriyimi qurudan da istifadə edirəm. Temudan almışdım bu mini win teatrı. Çox gözəldir. Yəni burada xırda-xuruş nə varsa bu qabın içinə yığıram. Ən çox istifadə elədiklərim də elə bunun içindədir. Buraya yerləşdirirəm. Gördüm burada pis qalır. Dedim bura qoyum. Və çox da qəşəng hər şey yerləşdi. Baxın qızlar, burada mənim sponslarım, fırçalarım hamısı yuyulmalıdır. Uzun bir vaxtdır məni gözləyirlər. O qədər batıblar ki, yəni göstərməyə utanıram. Amma ki, birlikdə yuyacaq, narahat olmayın. Və bitdi. Bilirəm qarışıq görünür, amma mən bura göz paletlərini, burada ancaq tananilərim, dodaq karandaşım, dodaq boyam, tujum, konsilerim, qaş sabitləyicilərim, bronzer, ənlik, highlighter və transparan pudralarım, kipriklərim və ıvır-zıvır. Buraya isə fırçanın qabını qoyacağam. Mənə görə öz içində düzənlidir. Burada bitdiyinə görə bağlayaq və o qədər rahatladım ki, qızlar. İndi isə gəlin bu hissəni düzənli olsa da tozunu alıram. Çünki mən hər gün burada pəncərəni açıram. Çünki Adeldə biz də bu otaqda yatırıq və hər gün havalandırıram. Hava da bu aralar o qədər gözəl kəsir ki, yağışdan sonraki havanı çox sevirəm. Amma təbii ki də pəncərəni açdığım üçün bu otaq çox tez tozlanır. Ona görə də çalışıram ki, buranın tozunu tez-tez alım. Bu gördüyünüz orqanayzeri Temudan almışdım. Yuxarı hissəsinə duxularımı və bədən kremlərimi qoyuram. Aşağı hissəsinə isə gecə baxım rutinində istifadə etdiklərimi qoyuram. Bunları da birinci düşündüm ki, qoy hər yeri güzgüsünü və
üstünü təmiz silim, ondan sonra isə yerləşdirim və sizə göstərəcəm ki, qısa-qısa məlumat verəcəm buradakı məhsullar haqqında da. Amma əvvəlcə aşağı hissəsində olan məhsulları da istəyirəm ki, endirim və oranı da təmiz silim, sonra danışaq. Bu arada belə videoları sevirsinizsə, yorumda yazmağı unutmayın qızlar. Mən də motivasiyon alım sizdən və belə videoları tez-tez çəkim. Victoria's Secret'in bədən spreylərini, losyonlarını, kremlərini, yəni çox bəyənirəm. Məndə 2 növü var. Aşağı hissəyə isə yığıram. Məsələn, saç maskamı Trendyoldan almışam. Çox qəşəngdir. Qıdım-qıdım istifadə edirəm ki, bitməsin. Bayaq göstərdiyim günəş kreminin eyni markanın tonikidir. Bir də almaram. Yəni, məncə daha qəşəng məhsullar var. Trichap'ın bu saç maskası. Bir də almaram. Bir dəfə səhv eləyib almışam. L'Oreal La Roche-Posay, daha doğrusu üz yuma gələ çox qəşəngdir. Ala bilərsiniz. Burada 2 dənə yağım var. Biri üzüm çəkirdeği yağıdır. Bunu mən yüz yoqasında. Digəri isə badam yağıdır. Saçıma istifadə edirəm. Sonra burada var yenə Arzumdan aldığım belə bir gecə maskası. Üzünüzə çəkirsiniz, vəsə. Elə bir kremdir də, mənasızdır, bir də almaram. Temudan almışam göz paçı, başqa növlərini almağı düşünürəm. Farmstay'in əgər dəriniz yağlıdırsa mütləq ala bilərsiniz. Çox qəşəng su bazlı nəmləndiricidir, qiymətdə uyğundur. Bitdikcə yenə alaram. Hemiş markasının gözaltı kremi qiyməti baha olsa da çox bərəkətli məhsuldur. Zepress'in qırmızı pilingi bitdikcə alıram, çox bəyənirəm. Amma Zepress'in bu T bölgəsi üçün olan maskasını bir də almaram. Məncə heç bir işə yaramır. Üzümdəki sanaqları isə neydi onun adı? Tetrasklimazı istifadə edirəm və Sinozun bu rəng bərabərləşdirici kremi. Bunu da bitdikcə alaram. Trendyolda daha uyğundur bu arada, ağlınızda olsun. Bu qabın içində isə bədən baxımım və üz baxımım var. Bu fırçanı mən Türkiyədə olanda 100 liraya almışdım o vaxt. İndi qiymətlər o qədər bahalaşıb ki, çox qəşəngdir. 2017-ci ildən almışam. Görün neçə il eləyir və heç bir tükü tökülmür. Çox qəşəngdir. Burada isə hər dəfə getdikcə özümə belə kağız maskalar alıram. Və bu qabın içində isə bunu əvvəlcə təmizləyirəm, çünki bu da çox tozlanıb və batıb. Hə qızlar, onu deyirdim. Fırçanı mütləq ala bilərsiniz. Mən hamiləlik dönəmində istifadə edirdim o fırçanı, çatlar əmələ gəlməsin deyə, yağla birlikdə. Yəni çox da işə yarayır. Hə, bunun içində isə mənə Probnik göndərdikləri, məsələn, Vichy var, Sinoz var, bir çox da, yəni markanın mini testerları da bunun içinə yığıram. Üz alətlərimdə bunu Türkiyədən almışdım 60 liraya, titreşimlidir, maskaları falan yedirmək üçün. Digəri isə Olivia'dan almışdım. Kremləri üzümə yedirmək üçün istifadə edirəm. Burada bitdi. İndi isə buranı yaxşıca sildim. Bütün məhsulları buradan götürdüm. Pambıq disklərimi bu qabın içinə yığıram. Yenisini almalıyam çünki çox az qalıb. Bunu da bura yerləşdirirəm. Ondan sonra isə burada mən Temudan belə bir organizer almışdım. Bunun 3 dənəsini 15 manat vermişdim. Amma indi daha da endirimə düşüb və hətta bunların üstü şüşəli olanı var tozlanmaması üçün. Ondan alsaz daha yaxşı olar. Mən belə ayrı-ayrı almışdım. Amma yenə də çox bəyənirəm. Bu arada aksesuarlar haqqında video çəkməyimi istəyirsiniz. Onu da bir gün çəkərəm. İndi buranı yığışdırmağa heç halım yoxdur. Həm də səliqəlidir hələ ki. Bunu da Temudan almışdım. 2-3 manata səhv etmirəmsə. Organizerdə aksesuar üçün tətilə falan gedəndə. Bunu da elə aksesuarların yanına qoyuram. Rəngini də çox bəyənirəm. Bu isə mənim bidonla aldığım asetondur. Bura qoyacaqdım. Sonra gördüm ki, pis görünür. Bunu başqa yerə qaldıracağam. Və güzgü. Dekolev mağazasından aldığım bu güzgü 2-3 manat idi qiyməti. Amma mənim əlimdən o qədər tutur ki, mən makyaj edərkən salonda və yaxud da başqa yerdə bunu götürürəm və çox bəyənirəm. Bunu da bura yerləşdirirəm. Və qızlar, şükür, bitdi, tərtəmiz oldu, pırıl-pırıl oldu. Mən rahatladım. Ümid edirəm ki, siz də rahatladınız. Buradan da mənə baxın. Salam. Hə, bura bitdi, təmizlədim. O qədər bəyəndim. O qədər bəyəndim əl işimi. Burada tərtəmizdir. Bu gecə rahat yatacağam. İndi isə Adeli gətirəcəm bu otağa yatsın. Mən isə keçəcəm, sizə bir şey göstərəcəm. Bu arada bu otaqdan çıxmamışdan əvvəl mənim tonikim bitib. Belə bir L'Oreal'ın məndə toniki var. Burada mənim məhsullarım arasından bunu götürürəm ki, bunu hamama qoyacam. Ədətən gecə baxımım orada olur. Tam gəldim kuxnaya bir anda. Yeni stollar almışam qızlar. Bir mübarək deyirsinizi alaram. Çünki ilk YouTube pulumu çəkib bunu aldım. Bəli, YouTube'dan ilk pulumu çəkdim və ondan evimizə stol aldım. Bizim köhnə stolda artıq 2 dənəsi qırılıb, 2 tabletkası qalıb. Mən də tabletka istəmirdim. Ayaqları da əsir. Yəni ki, bu stol işə yaramır. Bunu padvala düşürəcək. Bu stol isə
bura yerləşdirəcəm. Bu arada niyə boz seçdiyimi göstərirəm burada. Daha çox boz rəngdir və aboyumuz da boz rəngdir. Əvvəlcə stolları otaqdan çıxardıram ki, mənə yer açılsın. Tipimin də qüsuruna baxmayın. Gecə saat 12-dir də. Yəni nə gözləyirsiniz? Nə qədər gözəl ola bilərəm ki. Stolun üstündə nə varsa hamısını götürürəm və bunu buradan çıxardacağam. Bu arada bəzənizə qəribə gələ bilər ki, yəni bu pula niyə gedib bunu aldı? Amma mən düşünürəm ki, mənim evim nə qədər, mən evdə daha çox vaxt keçirirəm və gözüm gözəl görməlidir. Ona görə də pulumu çox rahat bir şəkildə stol-stula verdim. Hətta Temudan və Trendyoldan da geyim olaraq zakazlarım var. Onlar da gəlsin, sizə göstərəcəm. Mənim bu soba və tosterimi qoymağa yerim yoxdur. Əvvəl stolun altına qoyurdum. İndi də istədim ki, belə dəneyim, görüm orada qala bilərmi? Amma çox heyf qalmadı. Bu isə təzə stollardır. Birinin açmışdım yoxlamaq üçün. İndi isə digərlərinin üstünə açıram. Bunları ora keçirəcəm. Mən bilmirəm o soba ilə tosteri mən hara qoyum. Çünki kuxnada başqa yer yoxdur. Baxın. İndi yerləşdirdim. Sobanı oradan çıxartdım. Cuk oturdu, yəni tam oturdu. Rəngi də çox qəşəngdir. Aboyumla da çox qəşəng uydu. O qədər rahatladım ki, üstünü də bu arada indi slip ilə yaxşı-yaxşı siləcəm. Təbii ki də bu hissələri sizə göstərə bilmərəm. Çünki əyiləcəm, altlarını, stolun ayaqlarına qədər siləcəm. Çünki tozdur diri. Bu soba da burada qalıb. İndi mən baxım görüm bunun çarəsinə nə edəcəm. İstəyirəm bura qoyum, amma onda da mətbəxdə yerim balacalaşır. Yenə də indi baxacağıq. Pis fikirləşməyə. Hər şey yaxşı olacaq. Taparıq bir çarəsini. Sizin üçün 1 saniyə keçsə, amma mən 2 saatdır burada əlləşirəm. Deməli qızlar, bilmirəm nə qədər qəşəng oldu. Siz də baxın. Bunlar buradaydı əvvəl. Çox hündür gəldi. Bu arada bunu bura keçirməli oldum. Çünki başqa yerim yoxdur. Əslində görürsüz, mətbəx üstü yerim azdır. İşlərimi burada görürdüm. Amma ki bunu qoyma yeri olmadığı üçün burada görəcəm deyə düşünürəm işlərimi. Bunu fikirləşdim ki, əvvəlcə burada yerə qoyum. Amma o da qəşəng görünməyəcəkdir. Buranı düzəltmək lazımdır ümumiyyətlə. Nə bilim, bunları bilmədim. Əlimin altında olmağını istədim həm də. Çünki normal gündəlik istifadə edirəm. Həm tosteri, həm bunu. Bu olduğu kimi burada qaldı. Nə bilim, necə görünür sizcə? Bunu istədim ki, burada altda qalsın, amma o da yerləşmədi. Stollar çox belə aralı qaldılar bir-birlərindən. Bu formada oldu. Burada da dəhşət çörəyimiz var. Bu, bəzi şeylər buradan gedəcək. Yəni, bilmirəm. Siz fikirləriniz deyin. Bu arada fikir verdim ki, pərdələrim yuyulmalıdır. Pərdələri də atacam. Əsas da kuxnadakı pərdəm çox tez kirlənir. Belə görünür. Bu burada nə dərəcədə yaxşıdır, qarmaşıq görünür. Yerimi azaltsa da başqa yerim yoxdur. Bilmirəm, rəf kimi də necə düzəltmək olar ki, bu ora yerləşsin. Ağırdır da həm də. Belə 0.5 neyim bəlkə. Bu formada görünür. Sizcə necədir? Fikirlərinizi rəydə yazarsınız. Əgər səni var belə də edə bilərsən deyə bir düşüncəniz varsa, onu da qeyd edə bilərsiniz. Çox yoruldum. Bu arada çinmişdim. Bugün saçımı belə vurmuşdum ki, videoda sizin üçün açım. Amma axşam işlərimi gördüm ki, bu arada arxadan piş-piş səsləri gələ bilər. Adeli yatır. Deməli, istədim ki, saçımı açarım video çəkəndə, amma artıq gecə saat 1-dir. Dedim, açmağın bir mənası yoxdur. Qəşəng görünür bu arada. Mən çox bəyəndim stollarımızı. Stollarımız necədir? Onun haqqında da yorum yazarsınız mənə. İndi isə son işim qalıb, o da fırçalarımı yumaq. Uzun bir müddət fırçalarımı yumuram. O qədər kirləniblər ki, yəni bugündən başqa günə də saxlamaq istəmədim. Həm də dedim təmizlik eləmişkən onu da elə. Bir də bayaqdan qızlar bunun içini, üstünü, hər tərəfini təmizləyirəm deyə qollarım ağrıdı, əllərim ağrıdı. Bunlar da bayaqları sizinlə birlikdə elədik. Həm içini, həm qablarını, həm özünü bayaqdan görürsünüz. Bir dənə buradakı sarılıq getmədi. O da yanma kimidir. Baxın, burada verib onu. Qalan hər yerini slip ilə qəşəng təmizlədim. Ona görə də çox yoruldum. Bir saat da hardadsa bununla əlləşirəm mən burada. Belə, bu arada bunları boz verməyimin səbəbi əslində daha çox bunlar və aboyda bozun olmasıdır. Ona görə boz rəng verdim. Amma sonra bəlkə aboyu da dəyişərik. Dəyişəndə stollar yenə də məncə qəşəng görünürlər. Çox qəşəng oldular. Bu da belə oldu. Burada 2 dənə stolu bayaq çıxartdım. Təzə stolların klonkalarını bunun üzərinə keçirdim. Padvalı aşağıya qoyacağıq. Bu stolda bunları da. Belə, əvvəlcə düşündüm ki, bu stolu bəlkə bura qoyum, bunları üstünə. Amma ki, bu da eyni olduğu üçün çox yer tutur. Ona görə də bu gedəcək. Hər kəsə salam qızlar, sabahınız xeyir olsun. Əslində mənim üçün gün çoxdan başlayıb.
Saat 7-də Adellə durmuşuq. Amma indi Adeli yatızdırmışam. Saat hardasa 10-dur. 2-3 saat sonra bir də yuxuya gedir. Mən də dedim ki, o yatandan sonra videonu açım və qaldığımız yerdən davam edək. Çünki mən sizə dinlərdim ki, fırçaları yuyacam. Təəssüf ki, yuya bilmədim. Çünki bir də baxdım ki, saat 2-dir və mən bilirəm ki, Adel səhərsin saat 7-də oyandığı üçün dedim ki, sən bər get ya, sabahları Adel yatanda yuyarsan. Ona görə getdim, dincəldim. Amma narahat olmayın, burada yuyacağıq. Saçımızı da birlikdə indi açarıq. Bu arada burmuşdum. Əslində dünən yox, ondan əvvəl gün olmuşam. Prosto evdə olduğum üçün açmaq dedim açmayayım. Niyə açıram ki? Belə çolkamı da çox bəyənmişəm. Yadınızda da kəsdirmişdik. Bunu əslində belə duş qəbul edən sonra bigudi ilə bururam, fenləyirəm və belə qalır. Çox gözəldir. İndi görüm çolkalı buruq necə qalır. Onu da bir də yoxlayacaq. İndi niyə gəlmişəm? Səhər oyandım. Adellə birlikdə duranda sadəcə dişlərimi fırçalaya bilirəm. Yoxsa qapını qırır. Kilənləri yadınızdadırsa bu toniki göstərdim ki, burada hal-hazırda tonikim bitib. Mən istifadə edirdim. Yadınızdadırsa Zepres'in sarı rəngdə olan axır ki bitirdim. Belə bir L'Oreal'ın tonik var. Bunu istifadə edəcəm. Səhər üzümü yumuşam. Ona görə də indi toniklə üzümü yaxşıca silib sadəcə nəmləndirəcəm. Sadəcə işim budur. Bu tonik biraz parfümlüdür. Yəni qoxusu var. Əgər parfümünü sevmirsinizsə onu deyim. Qiymətini bilmirəm. Mənə hədiyyə olaraq göndərilmişdi. Ona görə də dəqiq deyə bilməyəcəm. Sadəcə əlimdə var deyə düşündüm ki, gedib təzəsini almağın bir mənası yoxdur. Bunu bitirək, sonra gedib yəqin ki, Zepres'də alacağım. Bu belə. Kanalıma abunə olmuşsunuz qızlar bu arada. Onu da mənə mütləq bildirin. Dodaqlarımı nəmləndirirəm. Ən yaxşı nəmləndirici vazelindir. Orada sən Nivea'nı göstərmişdim. Nivea mənim dodağımı o dərəcədə nəmləndirə bilmir. Amma vazelin möhtəşəmdir. Göz altlarımı istifadə edirəm. Jigotun bu gözaltı nəmləndiricisini. İndi Adel yatmışkən mən baxımlarımı eləyəndən sonra fırçalarımı yuyum istəyirəm. Bu arada çöldə o qədər gözəl yağış yağır, o qədər gözəl hava var ki, əgər Adelə baxan olsaydı, bu arada biz yəni tək yaşayırıq və Adelə məndən başqa heç kim baxmır. Bunu da çox soruşanlar var. Adel sadəcə mənlə olur. Söz arası üzümə də istifadə edirəm. Kremkonun bu nəmləndiricisini çox bəyənirəm. Trendyolda endirmə düşdükcə bu məsələ ona görə göstərirəm ki, ala bilərsiniz. Hətta mən Instagramda məni takib edin, orada linklər də paylaşıram, endirim kodları da paylaşıram. Belə, nə deyirdim, Adeli mən baxıram, ona görə də bəzən səbuyu evdə olanda özümə vaxt ayıram, deyirəm ki, Adel səndən qalsın, mən bir dinə gedim, kofe içim, görürəm, sağ olsun, o da baxır və mən gedirəm və gəlirəm. Üzümü də nəmləndirdim, ışığı da bu tərəfdən qoymuşam, bilmirəm, heç nə qədər qəşəngdir. İndi isə saçlarımızı açaq. Belə, bu bigodiləri mən almışdım, bigodi deyilərdi buna yəqin ki. Almışdım Temudan, çoxdan almışdım özdə, qiyməti 3 manat idi. 2 dənə reysini bir də bundan gəlirdi. Baxın, görün necə gözəl vurur. Çox bəyənirəm də. Yəni isti kullanmadan, sadəcə duşdan sonra saçımı quruduram. Uclarına çox az sprey sıxıram, çünki biraz nəmli olmalıdır, çox az. Hələ istifadə edirəm. Belə bururam və olur belə gözəl buruqlar. Və mənə yazırlar ki, buruq saç mənə daha çox yaraşır. Qızlar, mənə hər şey yaraşır. Səhər tezdən kəndimi motive ediyorum. Bu arada desəniz ki, harası geysən, sən mən yox. Mən evdə də saçımı bururam. Çünki nədən olmasın? Belə, bunu da hələlik bura qoyum. Baxaq görək indi buruqlar necədir? Məncə çox gözəl alınır. İndi arxa tərəfdə baxın görüm indi. Buruqlara baxın. Bunlar təbii ki də birazdan get-gedə belə açılacaqlar və daha gözəl bir görüntü alınacaq. Mən belə çox bəyənirəm. Baxın, belə göstərim. Görün necə gözəl buruqlarını. Mən bunu bu arada toya falan gedəndə də bir gün əvvəldən yəni belə bururam. Çünki çox bəyənirəm. Həm həcmli olur, həm də ki buranda bəzən bir yeri əyri qalır. Amma bu hər tərəf eyni şəkildə vurulur. Çox bəyənirəm. Ona görə də çox gözəldir. İndi isə gəlin fırçalarımızı yuyaq.
Fırçalarımın da hamısını Temudan aldım bu qabın içində saxlayıram. Elə bu qabda batıb bunu da təmizləyəcəm. İndi hamısını bura boşaltdım. Ümid edirəm ki, Adel oyanmadı. Bunu da təmizləyəcəyik. İndi bunları yuyaq. Suyu açıram və istansın. Deməli, Temudan belə fırça yumaq üçün almışdım. Bu arada arxası baxın vakumlu olduğu üçün belə yapışdırıram bura. Və başlayıram fırçaları yumağa. Fırçaları adətən mən sabunla yuyuram. Belə bir dənə sabun alıram və başlayıram. Bu məsələn Tananya fırçamdır. Belə sürtürəm. Sabun isə görsüz artıq ləkə buraxmayanda isə bu fırçalarım artıq təmizlənmiş olur. Onda da buraxıram. Bu hissələri isə əlimdən nə günədir. Bu hissələri isə slip ilə təmizləyəcəm. Çünki onlar yusanda getmirlər. Tanalli falan da qalıcıdırlar. Ona görə də uc hissələrini həmişə slip ilə təmizləyəm. Amma ucları tərtəmiz oldu. İndi isə keçirəm sponsorları yumağa. Bunun da içində qulaq çox qalır. Bunlar mən görün nə gündədirlər. İndi isə fırçaları yuyub qurtarandan sonra görsün bura kirlənir deyə ciflərlə buraları təmizləyirəm. Hətta şu yandırdım ki daha dəqiq görünsün. Və belə paraşokladım. İndi isə duruluyuram. Özümə belə tabak hazırladım. Burada özümə sandviç düzəltdim. Bir də 3 inək pendiri çox sevirəm. İndi bunu yeyəcəm. Mən yeyib qutarana qədər də onsuz da Adel oyanmış olacaq. Bu arada o qədər sabun oynamışam ki, əlimi baxın ağarıb. Bunlar isə linerdir. O qədər suya davamlıdır ki, suda belə çıxmırlar. İndi bir şey izləyərək, baharı izləyəcəm və çayımı içib yeməyimi yeyəcəm. Sonradan gördüm ki, sponsorları yumuşam, amma sizə bunu çəkməmişəm. Sponsorlarım da təmizdir. Bunu da ki, gedim əlimi nəmləndirim. Çox qurutdu əlimi sabun. Sponsorlarım da yəni təmizləndi. Adelin isə yeməyi hazırdır. Mən Adelin yeməyini yedizdirib, sonra isə sən yeməyini gəl. Sonra isə bu videonu editləyəcəm. Videonu bura qədər izlədiyiniz üçün hər birinizə çox təşəkkür eləyirəm. Başqa videolarda görüşənədək. Hələlik.